Rusiyada yaşayan əslən Azərbaycanlı, dünya şöhrətli kulinar Stalik Xankişi Facebook hesabındakı paylaşımla gündəmə gəlib. Qafqaz.info məlumat verir ki, o paylaşımında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə qarşı sərt ittihamlar səsləndirib. Bunun əsas səbəblərindən biri isə Milli Kulinariya Mərkəzinin sabiq baş direktoru Tahir Əmiraslanova qarşı olunan hərəkətlər olub. Xankişiyev iddia edib ki, Fuad Nağıyev Tahir Əmiraslanovu Şuşada keçirilən festivaldan qovub. Bir neçə il öncə məni Bakıya dəvət etdilər və Qarabağda keçirilən ilk beynəlxalq kulinariya festivalının fəxri sədri olmağıma xahiş etdilər. Mən dünyanın müxtəlif yerlərindən məşhur aşpazları dəvət edərək vəhşilər tərəfindən dağıdılmış Şuşaya gəldikdə dostlarıma belə bayramların niyə məhz burada keçirilməsi lazım olduğunu izah etdim. Çünki biz bu yaralı əzilmiş torpağa həyat verməliydik. Festival barəsində Bakılı aşpazlar da eşitdilər. Çünki biz bu yaralı əzilmiş torpaq həyat verməliydik. Festival barəsində Bakılı aşpazlar da eşitdilər. Hansı ki, onlar müharibə vaxtı öz arzuları ilə cəbhəyə getmiş, Azərbaycan əskərlərini ləzzətli yeməklərlə doyurmuşdular. Hətta onlar ilk qəhrəmanlardan sonra Şuşaya daxil olub orada isti çörək bişirmişdilər. Onlar da festivalda iştirak etmək istəyirdilər. Amma birdən Turizm Agentliyindən deyirlər ki, bunlar lazım deyil. Bu necə ola bilər? Bəs kim lazımdır? Kimi dəvət etmək lazımdır? Əgər bu vətənpərvərlər gəlməyəcəksə, onlar ailələrini tərk edib, restoranlarını buraxıb, həyatları ilə risk ediblər. Bir aşpaz da şəhid olub. Şəhidlik isə şərəfdir, ona görə də mən zəng etməli, inandırmaq, mübahisə etməli oldum. Dövlət Turizm Agentliyinə ən yüksək səviyyədən deyildi ki, məhz bu aşpazları birinci növbədə dəvət etmək lazımdır. Əgər bu Turizm Agentliyinin tərəfindən edilən ilk və son alçalıq olsaydı, festivalın son günündə nəhayət qonaqlar üçün bir növ süfrə açıldı. Turizm Agentliyinin bəzi işçiləri də iştirak edirdi. Fuad Nağıyev də gəldi. Qonaqlar onu nazir kimi qəbul edirdilər. Fuad riski butulkalarını özü ilə gətirərək qonaqların qarşısında sərxoş olmaqdan başqa heç nəyi ağlına gətirmədi. Qonaqlar da içdilər. Ancaq əgər özünü nazir adlandırırsansa, əgər sənə yüksək vəzifə həvalə ediblərsə, düşün ki, sən Azərbaycanın üzsən yaxşı, biraz iç, ancaq insani görünüşünü itirmə xahiş edirəm. Atalarımızın inancını, xalqımızın ənənələrini unutmaq